Olimpiya çempionları Hidayət Heydərov, Zelim Katsoyev və digər 17 Azərbaycanlı cüdoçusu 3 gün ərzində Daşkənddə böyük dəbilqə turnirində çıxış edəcəklər. Onların əlbəttə bir nömrəli arzusu nədir? Tatamiyə çıxanda qələbə qazanmaq. Elə də olmalıdır. Hidayətin çox güclü 2 rəqibi var. Yaponiyalı gənclər arasında dünya çempionu Kihara və böyüklər arasında Avropa çempionu Rusiyalı Lavrentiev. Həmçində yada salaq ki, sonuncu dəfə Hidayət noyabr ayında Abu Dhabi'də böyük dəbilqə turnirində uduzmuşdu. Elə bir Hidayətin bir xüsusiyyəti yaranıb. Ya yarışa gedəndə birinci görüşdə uduzur, ya da çempion olur. Görək bu dəfə necə olacaq. Zelim Katsoyev keçən il İslam həmrəyliyi oyunlarında ikinci olmuşdu və bu dəfə qalib gəlmək istəyir. Balabəy Ağayev bir müddət əvvəl Parisdə böyük dəbilqənin çempionu olmuşdu. Parisi fəth edən adam niyə Daşkənddə çempion olmasın? Və həmçində digər cüdoçularımız. Əlbəttə bizim komanda çox güclüdür, rəqiblər də pis deyil. Ancaq necə deyirlər, təkrar etməyək, bizim cüdoçularımızın arzusu qələbədir. Onlara uğurlar, görə indi birinci qələbəni kim gətirəcək?